adı şəlalədir. Əsəbləşdi. Yax. Burada isə üydürlər. İyi qəribədir uşaqlar. Belə qəribə iyi gəlir. Baxın, çənəsini deşir. Bax. Ya! Ya! Pürdülər, ay! Uşaqlar, yeni videodan hamınızı salamlayıram. Hal-hazırda biz indi birazdan Qəbliyə gedəcəyik. Amma Qəbliədən öncə biz gəldik bir bazara. Bazara baxaq ki, bunların bazarları nətər olur, necə olur, onu görmək üçün. Bunlar bura gəlirlər duz satmağa, kofe satmağa və süd satmağa. Bu kiçik bazardır, böyük bazar deyil. Böyük bazara biz gedəcəyik. O ayrı video olacaq. Bura sadəcə yol üstə dedik, deyək, görək burada nə var, nə yox. Kofenin qabığıdır uşaqlar. Cover, qabığını bunlar ayrıca dəmləyib içirlərmiş. Və həmçinin kofenin yarpağını da ayrıca dəmləyib içmələri mümkündür. Eləyirlər bunu. Qarğıdalını, bunların çörəyi zadı qarğıdaldan hazırlanır da. Burada düyü yoxdur. Deməli, qarğıdaldan sadə elə un əldə eləmək üçün, yəni bunların düyüsü yoxdur. Məcbur buradan əldə eləyirlər. Bax, belə vəsi gətirirlər, bunu daşla olub düzəldilər, o da qarğıdalları da hazır al. Deməli, biz buradan Karo Village'a gedəcəyik, Karo Village qəbiləsinə gedəcəyik, Karo qəbiləsinə. Və onlar üçün kofe alırıq buradan, orada kofe seremoniya olacaq. Kofe içəcəyik onların adamları ilə, onun üçün biz bazara, sən demə onun üçün girmişim, mən dedim, mən niyə gətir bura göstərməyə. Nə var burada, balaca bazardır. 90% satış da baxın qarğıdaldan gedir. Qarğıdalı satırlar ancaq. Dirməyə çək. Yeah. Manu. Thank you. Naba. Look. Yes. Kameramın üstündə bir sənə qədər milçək var uşaqlar. Milçəklər niyə gəldi kameramın üstündə, onu bilməm. Baxın, qadınlar gəliblər bazara alver eləməyə və uşaqları da hamısının yanındadır. Körpü-körpü uşaqları ilə bərabər. Körpü-körpü uşaqlar da bunlarla bərabər gəlirlər. 20 bur. 20 bur biz nə qədər eləyir uşaqlar? 100 bur eləyir 1 manat 10 qəpik. Bunun bir stəkanı, 20, hardasa da indi mən beynim bu dəqiqə dondu. 20 qəpik falan da bunun bir stəkanı, bax belə. Kofedir. Kofenin qabığıdır bu. Qabığını da bunlar dəmləyib içirlər. Hamı da mənə baxır ki, bu qardaş burada nə oyun çıxardır. Yes. Niyə qaçırsan bə bura gəlirsən sən? Ne deyirsən əmi? Əmmə quzu kəsərəm. Əmim qəşəng əmidir. Yes. Yes? Uşaqlar Karo Village, Karo Tribe, yəni Karo qəbiləsinin videosu bu bazardan başlayası oldu. Biz kofelərimizi aldıq. Orada yerli cəmaata 5 nəfərə ayrıca kofe verəcəyinə qədər. Onlar yenə bölərlər o aralarında. Biz 5-nə verəcəyik. Orada kofe qabığını da içmiş olacaq, dadını biləcəm. Və onlarla çox maraqlı və güclü, çox maraqlı qəbilədir Karo qəbiləsi. I want to know how much is potatoes here? Potato how much is? 1 kilo 16. Oydu çox ucuz. And this one 70. Okay, 60. Okay, thank you. Makaronları baxın belə ayrıca kloka yığıb satırlar. Yəni paçka söhbəti yoxdur, paçkanı özləri yaradırlar. Unu, düyünü, zadı hər şeydə həmçinin. Kisə ilə gəlir, makaronza kisə ilə gəlir, onlar kloka bölüb satırlar. Baba bir dənə palçıqlı su daşmanı var uşaq yazılın. Gözləmə bu onu. Bax, ölür. Uşaqlar, hoppa, bax. Bax, deməli. İnsanlar bax bu çayda çimirlər hamısı. Baxın, baba, lütdülər. Hamısı bu çayda çimirlər. Həmçinin bu çaydan içirlər, yəni təkrar eləm, həm çimirlər, həm bu çaydan içirlər, palçıqlı olsa da içirlər, həm yeməklərinə qatırlar. Yəni insanların coğrafiyası başqa variant vermir onlara. Baba başı şampunlanıb onun, görmürsünüz. Onun başı şampunlanıb məcburdur, neynəsin? O çayda çiməcək və o çaydan da içəcək. Çay da uzanır Kenyaya qədər. Qadınlar suyu falan oradan yığırlar, amma kişilər çimməyə bura gəlirlər. Yəni onlar bir yerdə bunu eləmirlər. Burada da bəzi satışlar gedir körpünün altında uşaqlar. Paltar, belə şeylər satırlar burada. Kenyadan, Sudandan paltarları gətirib burada satırlar deyir. Baş üstündə daşıma, bu hər bir millətdə var, mən belə görəm. Bizdə var, Afrikada var.
Hindistanda görmüşəm, Şri Lankada, hər yerdə var. Baxın dişlərini təmizlədikləri şeylər onun taxtalardır. İndi onlardan mən tapacağam, göstərəcəm sizə. Bu oturacaq haqqında da danışacağım əllərində olan taxta haqqında. Oturub hal-hazırda onlar. Bunlar tütünü çəkmirlər. Bunlar tütünü çəkmirlər. Tütünü ağızlarında çeynəyirlər. Ağızlarında çeynəyib saxlayırlar. Nikotin beyninə getmiş olur, amma belə yəni tüstü olaraq istifadə eləmirlər də qısası. Belə əlləri ilə əzib, presləyib, yığıb saxlayırlar bax. Və yaxud belə poxa oxşayan. Yeah, Omo River is very important for local peoples. They taking for drinking water from this river. Also, the animal drink this water, and also for farming. You know, when the river flow up on the mountain, they do farming. From where starts this river? Start from? Yeah. It's cross from also Mago National Park. Okay. Yeah. Starts there, yeah? Yes, yeah. And where finishing? It's flow to Kenya, Lake Turkana. Lake Turkana. Yeah. Okay. Tomorrow we will see also the Lake Turkana nearby. Really? River. Yes. Good. Uşaqlar, bunu da qeyd edeyim ki, yəni bu insanların çimməyinə siz normal baxa bilərsiniz bu çayda. Burada 9-10 metrdən çox deyir krokodillər var bu çayın içərisində. Amma adamlar gəlib çimirlər burada rahatlıqla. Məncə çayla, marketlə, yəni bazarla bağlı məlumatları yetərli qılaq. Gedək Karo qəbiləsinə. Saç uşaqlar, bu yollar belə bərbad yollara, bunlar Afrika masajı deyirlər. Yollar pis gündədir, maşın içində yerləri deyirlər ki, bura Afrika masajıdır. Nəysə, bizə artıq Karo qəbiləsinə 27 kilometr yolumuz qaldı. Çatırıq demək olar. Uşaqlar, yol boyu bundan gördüm. Soruşdum ki, bu nədir? Dedi, indi birinin yanında saxlayaram, gedər izah eləyərəm. Görək bu nədir? Mən başa düşmürəm. Belə palçıqdan qəribə düzəlbilməm, insanlar mı düzəldib, yoxsa təbiətin özündə bu əmələ gəlir? Başa düşmədim nədir bu. Mən bilən bu qarışqa göstərmək istəyirəm. Okey, qarışqadan deyirəm, nə var? Qarışqadan söhbəti. Oyda, uşaqlar, bu nə deməkdir? Uşaqlar deyir, 10 metrdən çoxunu da tikə bilirlər. Oy. Baxın, deşiklərdən də görsənir ki, onlar ora girişləridir də, uşaqlar. Mən görsənir buradan. Görsənir, bax. Bu bunların girişləridir, uşaqlar. Bax. Ay, nə danışırsan, ay Allah. Bu nə möcüzədir ki? Necə qarışqa bunu necə düzəldə bilər? Qarışqa, ay ki. Yerdən başlayıb, bu boyda şey tikib, ay ki. Ay, Novostroyka deyil bu nastoyaşı. Bu elə bir ki, mos döşət. Əvvəl qədimdə insanlar, yəni deyik, bu buradadırsa, burada su var deməli. Qədimdə insanlar deyib, bunu tapırdılar, bunun nəticəsində yeri qazıb suyu tapırdılar. Burada yeri qazaraq da su çıxardırlar da, biləsiniz. Bu ağac Afrika boyu doludur da, yəni Efiopiyada ən məşhur, ən çox görəcəyiniz ağac budur. Bunun adı Akashadır. Akasha deyir ki, ümumiyyətlə bu lokal insanlara çox lazımlı ağacdır da. Birincisi qoyun quzusunu onun yarpağı ilə yedizdirirlər. İkincisi orada arı şanları olur. Özləri də taxtadan arı yığışması üçün yer düzəldirlər. Həmçinin arının real özünün şanısının da o ağacın ətrafında olur və çox şirin bal əldə edilir oradan. Karo qəbiləsinə yaxınlaşırıq və dedi ki, qəbilə yol boyu 3 hissədən ibarətdir. Korço. Now driving, yeah. Okay. The second is Dus. Dus. Yes. The third is Lubuk. Lubuk. Şu adları indi eşitdiniz. Yəni arıcıl 3 dənədən keçərək qəbilə yəni 3 hissəyə bölünərək ayrılıbdır. Bunların yerli gidini yenə götürürük həmişə kimi. Hal-hazırda Karo qəbiləsindəyik. Karo qəbiləsinə biz kofe almışdıq. Gidimiz, what was your name? Lito. Lito mənə dedi ki, biz indi kofeleri aparıq ancaq yaşlı qadınlara veririk. Birincisi onların doğası səninlə olsun. İkincisi də ki, onlar yaşlıdırlar, onlara daha çox kömək eləmiş olarıq. Bu isə onların kişiləridir. Baxın. Hava o qədər istir, yanmışam, bütün pis gündəyəm. What? Your name? Orhan. Yes. In our tribe, early morning and at the night time we make coffee house. Okay. This is good. Yes. For next tribe, maybe you bring the coffee Okay. and put out for your family. Have nice, good traveling. Thank you. Thank you. Thank you. What? God bless you. Thank you. You give your hand. Okay.
Aa ne? Deyir alnıma çək bunu. No. Like Yeah, tüpürdünüz mü? But I will do it. It's okay? yeah. Thank you. Böyle şey gözləmirdim uje. Uşaqlar əlimə, üstümə tüpürəndən sonra məni indi qardaş aparır kofe içməyə, kofe seremoniyasına. Gedirik indi kofe seremoniyasına baxmağa. Görə üstüm, başım qumun içində. Bax, günəş vurur. Yanıb tökülürəm. Və yorğunam. Üstünə də üstümə tüpürdülər. Əlimə, başıma tüpürdülər. İndi də boşum. Aparırlar kofe. Görə kofe də başıma nə gələcək. Dəhşətdir. Bura çox maraqlıdır. Uşaqlar çimirlər burada. Suyu nətərsə burada baka dolu. Baka oradan tapıblar Allah bilir. Amma daha çox bu ilə gətirib bura doldururlar və bundan istifadə edirlər uşaqlar. Əsəbləşdi. Yax. Uydu, uşaq yazıb dura bilmir. Ona dura bilmir. Ona ağırlıqdan dura bilmir. Yazıq. Çox istidir. Kölgəyə keçib günəş yandırır adamı, yandırır. Pis günə qoyur günəş adamı. Qadınlar mən onlara kofe gətirmişəm, yəni məni kofe seremoniya dəvət elədilər və bu evin qapısı bağlı idi, onu açdılar. Mən belə başa düşdüm ki, bu ev qonaqlar üçün nəzərdə tutulub və indi məni salacaqlar yəni ki, içəri və orada kofe nəsə seremoniya eləyəcəklər, bilmirəm, nəsə proses olacaq. Artıq mənə dedilər ki, gələ bilərsən, yaxınlaş bura, mən gedirəm ora görə nə baş verəcək bilmirəm valla. What we have. Hoppa. Orada kofe pişirirlər uşaqlar. How the purpose the coffee will Burada isə üydürlər. Buradan görsənir ki, hər coğrafiyanın, hər yerin özünə məxsus adətləri. Bu qəbilələr yanbayına qədər yaşasalar da, amma hərəsi özünə uyğun ayrı-ayrı adətlərə və mədəniyyətlərə sahibdirlər. İndi kofenin hazırlanmasını gözləyirik uşaqlar. Bu qazanda kofe hazırlanır. Su gətiriblər. Su bilmirəm nə üçün. Su başdan ayağa palçıq deyə, qum deyə başdan ayağa. Kofe üçün istifadə edildiyi qaşıqdır. Oydu, palçıqlı su tökdürəm. Mən indi ondan içməliyəm. Bu mundarsıqda mən nətər içim indi onu? Deyir, istidir, tələsmə, içərsən birazdan, qoy soysun. Amma bütün palçıq idi, o nətər içəcəm bilmirəm. Okey də bura qədər gəlmişik. Həm də sizə göstərmək istəyirəm, dadını bilib sizə də demək istəyirəm ki, nə dadındadır bu. I must do like that? do like that. Little bit hot, little hot. Yeah. Deyir, bizim culture, bizim mədəniyyətdir. Biz kofenin bir qurtum alırıq, sonra tüpürürük belə. Səhər hər adam, hər bunu içən adam mütləq bunu eləməlidir ki, gününün uğurlu keçməsi üçün bir dua formasında belə deyək. Onu eləyir və bu dua reallaşır ki, onun günü, travel, tripi, hər şey uğurlu keçsin. What? Your name? Orxan. Orxan. Yes, Orxan. Shala. Shalala? Oh, in our country have the name Shalala. Your name Shalala? Shalala, really? Uşaqlar adı Şalalədir. Uşaqlar, seremoniyanı qutarırıq, mən duram buradan, digər şeylərə keçirik. Ən maraqlı qəbilədir bura, uşaqlar, ən maraqlı. Uşaqlar, qapı o qədər balacadır ki, vurdum, başımı əzdim. Başım getdi. Təpəmə əzdim burasını. Başım dağıldı, Allah'ın olsun. Oydu, çox maraqlıydı. Uşaqlar, çox qəşəng düzəldiblər. Mənzəriyə bir dənə bax, bir dənə mənzəriyə bax. Bu mənzəriyə açılan skameyka qurublar. Skameyka açılır, promoy, oyda, çox gözəl deyir millət. Oma çayı, Oma çayına oturub belə baxırlar, dincəlirlər. Çox qəşəngdir, çox qəşəng. Qardaş gəlir məni paint eləməyə, rəsmi çəkməyə bədənimdə. Oturdu ora, indi başlayacaq mənə rəsm eləməyə üzərimə. Rəsm çəkmə mərasimi başlayır, məni rəngləyəcəklər karoda. Gərək köynəyimi də çıxardım, bədənimi də çünki rəngləyəcəklər. İyi qəribədir uşaqlar, belə qəribə iyi gəlir, amma
Nəticəni gözləyə görə nəticə nə olacaq? Allah nə qədər sürtdür. Bunlar rəsm çəkən qəbilə sayılırlar, belə tanınırlar. Ümumiyyətlə bunların tanınmışlığı sırf bu elədikləri rəsm bədənlərə və üzə elədiyi rəsmlərləndir. Sadəcə nəzərə alsaq ki, bunlar qaradırlar və qarada bu çox bilinir. Bilmirəm, məndə bilinir, bilinmir. Görə bilmirəm özümü. Məncə bilinməyəcək nisbətlə. Yakıtım. Ay, hadi laknan ya. Hadi laknan. Baxın uşaqlar, tütünü qulaqların dibində saxlayırlar. Atırlar ağızlarına, çiynəyirlər onu. Sonra biraz bezlər, təzdən atırlar, təzdən həmən tütünü çiynəyərək nikotin əldə edirlər. O parayı Nə danışırlar ala bunlar haqqında? Bilmirəm necə görsənə. İndi deyiləm normal videoyam. Uşaqlar, gəldim Karo qəbiləsinə. Karo qəbiləsində çox maraqlı şeylər yaşamışam, çox maraqlı. Ən maraqlısı isə qardaşla tanışmışam. Adı nədir sizcə bunun? Ambulans. Ambulans adı. My name is Orxan. Orhan. Yes. Your name? Ambulans. Ambulans. Good. Deməli maraqlı bir dənə fakt var ki, türklər burada fermerliklə məşğul olublar və bunları bir ara işlədiblər deyənə. Bunlar türk dilində bəzi sözləri öyrəniblər. Ona görə istəyirəm Türkçe biliyorsun sen, hə? Onu bilmiyorum. Bilmirsən? Tamam sen. You know Turkish? No. No? Ya de saya Türk'ün ya de saya. Ne saya kaydı. Ana bu kusuru. Tamam. 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 Yes. Başka hiç şey bilmirsiniz? Yeah. Okay. Say for my followers, salam Azerbaycan. Salam Azerbaycan. No. No. Salam Azerbaycan. Tamam abi. Tamam yok, tamam yok. Salam. Ha, salam. Salam Azerbaycan. Salam Azerbaycan. No, so wait. I want to say. Wait. Salam Azerbaycan. Salam Azerbaycan. Nazi, okay. Okay, say now say. Sana da olsa gelir. Wait. Say. Gene game ya. Qarabağ Azerbaycandır. You can't. Yeah, wait. Say. Gene game kara tsare sa. Qarabağ Azerbaycandır. Karabağ Azerbaycan. Okay, olsun zordu. Say. You can? Okay, say. Qarabağ Azerbaycandır. Karabağ. Filiz. Ya sen de düzmedin, sen de. Diyelim. Oh yeah. Say. Qarabağ Azerbaycandır. Karabağ Azerbaycan'dır. Yeah, you can. Yeah. Allah, mən buna nə deyim? Hə, bildim. Denən ki, Azərbaycan, mən səni sevirəm. Lənkərə. Lənkəran yox! Lənkəran yox! Uşaqlar, biz o qəbilədə gördük bunu. Bu qəbilədə də bu adət var. Baxın, çənəsini deşir. Bax, çənəsini deşib yaxşılar su çıxardıdır. Bunlar bəzək əşyası qoyurlar. Götürüb yarpağı soxub çənəsinin içərisinə. Uşaq doyandan yeməyini yeyir təbii ki. Çox normaldır. Belə şeylər də olur burada. Uşaqlar, deməli Afrikada belə şey icad ediblər. Fikirləşiblər ki, qaqaş, bizim tötümüz yumrudur, başımız da yumrudur. Bunları nətər cəmləşdirə bir əşyada? Bu əşyada cəmləşdiriblər. Necə? Bax. Deməli, oturmaq istəyirlər, yumru da axı. Düşür, babra, hoppa, oturdu. İdi ki, ala yatmaq istəyirəm. Nətər eləyim? Bunu bura sərmişəm ki, yata bilim. Bunu da qoyur bura, qaqaş. Hop. Belə də yatır. İndi götür bu icadı, bu fikri, neyinsən özün bilərsən. Çox maraqlıdır. Adı da Borkutudur uşaqlar bunu. Borkoto. Qardaş, mənə burada nə otusturmursan bunu eləməyə? Mən nə qaram, bunu nəyə baş salsam mən? Niyə elə baxsan mən? Buraya kalam kudun. Münnegan?
Munnegar ne demeydi? Munnegar, okey. Tamam. Keçmişəm ezi bile. Gəl deyib otur burada mən bunu düzəldirəm mənə bax. Ya, vot. Belə eləyirlər, onu göstərirmiş. Ya. Tezkere. Ya. 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 Oy 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 bravo. Thank you. Nabasauti. What? Nabasa. Ha, my name is Orhan. Gürkan. Orhan. Olka. Olga yok, Olga kız adıdır ustada. Olkanan enantu. Yer koysa bay. Yer koysa bay. Olkanan enantu koysa bay. Yer bay. Noni. What? Sangkar sumpat ka suku. Zon bola jeda. Pürdüler ay. Pürdüler ay. Pürdüler üstüme. Bunlar güya dua elədilər mənə. Tüpürdülər axırda üstümə. Ayda. Good. Thanks. Mən onlardan xahiş elədim ki, mən sizlə sizin rəqsinizi oynadım. İndi sən də, siz də mənlə bizim rəqsi oynayacaqsan. Let's play. Hey! Hop! Mama! What's the problem? Hoppa! Thank you. Bravo.